Hamı elmlə məşğul olmamalıdır. Biri də bizim arxamızda durmadı. 17 yaşda Məleykə Abbaszadə imtahana girsəydi, ona nə məsləhət verərdiniz? Əsas odur ki, özün özünə xəyanət etməyəsən. Hər gün imtahandır. Hər bir addımın imtahandır. Hər vaxtınız xeyir. Oxazın bugünkü qonağı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadədir. Xoş gördük Məleykə xanım. Salam əleykum. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Məleykə xanım, söhbətimizə abituriyentlərin ümidlə gözlədiyi ali məktəblərə qəbul imtahanlarından yön verək. Bu ilki illərin nəticələri ilə əvvəlki illərin göstəriciləri arasında fərqlər nə oldu? Rəqəmlər nə ifadə edir? İnkişaf edirik yoxsa geriləyirik? Artıq 23-cü ildən yuxarı qalxmağa, cüzi olaraq da, amma yuxarı qalxmaq üçün demək biz görürük ki, imkanlar yaranıb və bu nəticələr artıbdır. Keçən illə müqayisədə keçən il 49,94% idir, bu il 51,89%dir. Siz deyərdiniz ki, bu çox cüzi bir statistik demək nəticədir. Amma bu belə deyil. Bu orta statistik nəticədir və bu 1%, bu 2%, bu deməkdir ki, kifayət qədər irəliləyiş var və özü də bu 9-cu sinifin şagirdlərinin nəticəsidir. Bu ana dili üzrə olan demək dəyişikliyi mən sizə söylədim. Riyaziyyat fənnindən biz burada da 1% demək artmağını görürük 30%-dan 31%-ə qədər. Bu da o deməkdir ki, artıq biz demək gözləyirik ki, bu nəticələr yaxşılaşacaqdır. Xarici dil üzrə biz keçən illə bu ilə müqayisə eləyəndə 9-cu sinifdə 33%-dan 38%-a demək qalxma müşahidə edirik. Riyaziyyatdan yenə də aşağıdır bizim 33, xarici dildən 43-dür. Amma bütövlükdə fənlər üzrə demək buraxılış imtahanının bu ilki orta statistik nəticəsi 132,37. Keçən il 132,09 idi. Burada cüzidir, çünki riyaziyyat tərpənməyibdir, amma xarici dil artıbdır. Bir çox hallarda valideynlər və şagirdlər peşə seçimində yanlış qərar verirlər. Nəticədə hətta yüksək bal toplayan abituriyentlər belə qəbul ola bilmirlər. Sizcə bu məsələdə yanaşma necə olmalıdır? Burada demək belə səhvlər o zaman olur ki, uşağın real vəziyyətini düzgün qiymətləndirməyən valideyn ya da müəllim həmin o ixtisası seçir ki, yox, sən mütləq burada oxumalısan. Və hətta bu seçimlər çox zaman bəlkə də həmin o fərdin öz istəyi deyil, onun ətrafında olan insanların istəyidir ki, onlar təsir göstərirlər. Abituriyentin seçiminə biz hörmətlə yanaşmalıyıq. Ali məktəbə qəbul olmaq istəyən şəxslər üçün hökumət tərəfindən kifayət qədər imkanlar yaranıbdır. Bizdə təxminən 100.000 ali məktəbi, orta məktəbi bitirirsə, 60.000 plan yerləri təqdim olunubdur. Onun demək olar ki, tam yarısı dövlət sifarişli yerlərdir. Bu deməkdir ki, həmin şəxslər dövlət hesabına təhsil alacaqlar. İnsan üçün çox vacibdir ki, o özünü aldatmasın. Özünü aldadıb demək, mən mütləq bu yerə qəbul olmalıyam. Amma 3-cü sinifə qədər demək, pis oxumuşam, nə bilim, 8-ci sinifə qədər pis oxumuşam. İndi bir ilə mən 11 illik proqramı mənimsəyəcəm. Bu mümkün deyil. Və istəyi də real şagirdin, abituriyentin real nəticələri ilə müqayisə etmək vacibdir. Ondan başqa təbii ki, yalnız bu sahədə insan özünü gələcəkdə görürsə, həmin sahədə təkcə ali təhsil yox, eyni zamanda da orta ixtisas demək məktəbləri var. Yəni oxumaq xətrini oxumaq lazım deyil, belə başa düşdüm. Bəli. Ümumiyyətlə siz heç təsəvvür etmirsiniz ki, 5 ildən sonra ixtisasların arasında
necə dəyişikliklər olacaqdır. Abituriyentləri sizdən yaxşı tanıyan olmaz desək yanılmarıq. İldən ilə abituriyentlərdə hansı dəyişikliyi müşahidə edirsiniz? Bilik və bacarıqlarda, imtahanlara yanaşmada gözə çarpan fərqlər varmı? Ən maraqlı sualdır ki, siz mənə verdiniz. Təşəkkür edirəm. Çünki mənə eyni sualları verirlər və baxmayaraq ki, həmin o suallarla əlaqədar olan açıqlamalar bizim saytımızda var, məlumatlar kifayət qədərdir. Amma bu səpkidə bu sualı siz verdiniz, mən özüm də bunun üzərində düşünməyə başladım. O sualın əsasında mən indi fikirləşirəm, hətta bir dənə məqalə yazım. Düzdür, bizim ölkədə sosioloji araşdırmalar aparılmayıbdır nəsildən nəsilə. Demək, bu keçidlərdə bizim gənclər necə dəyişibdir. Amma dünyada bu araşdırmalar aparılıbdır və nəzərə alsaq ki, indi artıq sərhədlər yoxdur. Bilik üçün, informasiya üçün sərhədlər yoxdur deyə bu araşdırmaların nəticələri də təbii ki, bizim gənclərə də təsir göstərir. İndiki nəsil, hansını ki biz indi gözləyirik imtahanlarda, bu 2010-cu illərdən sonra demək dünyaya gələn uşaqlardır və dünyada bunların adını qoyublar alfa nəsli. Bunlar artıq texnologiyaların həyat tərzini ayırmaz bir hissəsi olduğunu bu dünyada görürlər və onlar sürətlə öyrənir. İnformasiyada sərbəst hərəkət edir, lakin eyni zamanda da emosional dəstəyə və mənəvi istiqamətə, inkişaf üçün dəstəyə ehtiyac duyurlar. Bilirsiniz, bunlarda qorxu var ki, bunlar ümumiyyətlə virtual məkanda demək qalsınlar, real həyatı elə də görməsinlər. Bu nəsilə mənim nəvələrim də demək aiddir. Mənə sual vermişdi nəvəm ki, nənə sən balaca olanda YouTube var idi. Deyirəm, yox idi. Sən musiqini hardan dinləyirdin? Təsəvvür etmir ki, YouTube-suz kimsə... Bəli, çünki YouTube artıq bu, onun həyatında necə ki biz önəmli bir sistemdir də, bəli, bu onun üçün artıq onun dünyasıdır, başa düşürsünüz? Bu nəsillə də işləmək çox maraqlıdır. Onlara dəstək vermək və onların çətinliyi ondan ibarətdir ki, okeanda insanı üzməyi öyrətmək mümkündür. Amma hansı istiqamətdə üzəcəkdir? Üzməyi bacaran insan ha tərəfə üzəcəkdir? Başa düşürsünüz? Ola bilsin, okeana üzəcəkdir, onun axırı yoxdur. Amma axı o gərək üzünü tutsun, torpağa tərəfə getsin. Bu istiqaməti göstərmək, bu texnologiyaları mənimsəmək və hara getmək. Burada bilirsiniz, nəsilləri biz müqayisə eləyəndə biz deyə bilmərik ki, o nəsil bu nəsildən yaxşıdır, o nəsil pisdir. Biz onda standart olan bu problemə, atalar və oğullar probleminə qayıdırıq. Yox, hər bir nəslin təcrübəsinə və dəyərlərinə ehtiyatla və hörmətlə yanaşmaq lazımdır. Onda biz normal dialoq qura bilərik. Onda biz öz üzərimizə doğrudan da müəllim adını biz deyə bilərik ki, biz müəllimik. Çünki biz həmin demək məsuliyyəti öz üzərimizə götürmüşük. Biz onlara istiqamət göstəririk. İmtahanlarda ən aşağı nəticələr hansı fənlərdə müşahidə olunur və sizcə səbəblər nədir? Bilirsiniz, ən aşağı nəticə hələ ki buraxılış imtahanlarda riyaziyyatdandır və bizim burada olan narahatçılığımızı mən artıq sizə qeyd etdim və ümidvaram ki, biz bunu gələcək demək illərdə aradan götürə biləcəyik. Məlikə xanım, Azərbaycanın imtahan nəticələri beynəlxalq qiymətləndirmələrlə üst-üstə düşürmü? Bu istiqamətdə vəziyyət nə yerdədir? Bəli, biz deyəndə ki, bizdə təhsildə demək problemlər var. Hələ 2006-da, 2009-da bizə deyirdilər ki, biz düzgün təhlil etmirik. O zaman elə biz beynəlxalq qiymətləndirmə sistemlərinə yeni qoşulanda gördük ki, doğrudan da biz bu təhlilləri düz aparırdıq. Çünki üst-üstə düşürdü. Biz göstərdiyimiz problemlər həmin o beynəlxalq qiymətləndirmə sistemlərində də
öz əksini tapdı, göstərdi. Hansı yolla biz bunu aradan qaldırmalıyıq? Bax, bunun üçün biz çox sıx və ciddi əməkdaşlıq eləyirik Elm və Təhsil Nazirliyinə. Məlikə xanım, çox müzakirə olunan mövzulardan biri də kurikulum sistemidir. Sizcə milli kurikulum sistemi bizə nə verdi? Üstün və mənfi tərəfləri nədir? Bu da yaxşı sualdır. Amma buna mən icazə verin indi cavab verməyim. Çünki mən bununla əlaqədar danışmağa başlasam 4 gün danışacağam burada ən azı. Və mən hesab edirəm ki, bu mövzuda bir elmi praktiki konferans keçirmək lazımdır. Milli kurikulum 2009-cu ildən tətbiq olunubdur. Hələ ki o kurikulum üzərində işləyən adamlar sağ-salamatdır və onlar verdiyi vədlər, o nəticələr ki, onda nəzərdə tutulurdu və indiki nəticələr, o araşdırmaları ki, biz aparırıq, bunu müqayisə etmək olar və mən hesab edirəm ki, belə bir təşəbbüslə siz çıxış etsəniz ki, bu mövzuda bir elmi praktiki konferans keçirilsin, biz hazırıq tam şəkildə bütün araşdırmalarımızı təqdim edək. Nə gözəl. Zəfər günü ilə bağlı keçirilən tədbirdə mən də orada iştirak edirdim. Orada qeyd elədiniz ki, hər kəs Xankəndini universitet şəhərciyi kimi tanıyacaq. Biraz təfərrüat bölüşə bilərsiniz? Balaca şəhərlər var. Misal üçün, ABŞ-da New Haven şəhəri var. Kim onu tanıyır? Nə var orada New Haven'də? New Haven'də Yale Universiteti var. Balaca bir şəhər var, Ann Arbor. Kim tanıyır o şəhərciyi? Heç kim tanımır. Michigan Universiteti var orada. 2 dənə Michigan State University və Michigan Universiteti var. Və siz elə demək şəhərlər var ki, onların şəhər qurulmasında rolu ən bir müəssisə kimi universitetlər bu rolu aparır. Mən istəyərdim və biz arzuluyuruq ki, Qarabağ Universiteti elə inkişaf etsin ki, həmin o universitetdə təkcə tələbələr təhsil almasın. Həmin o universitetdə dünya səviyyəsində vacib olan araşdırmalar, elmi araşdırmalar aparılsın və alimlər ora yığışsın və həmin universitet o şəhəri tanıtsın. Xankəndini universitet tanıtsın. Bax, bu bizim arzularımızdır və mən indi gördüyüm o addımlar ki, atılır həmin Qarabağ Universitetində və aparılan o işləri də müşahidə edirəm. Mən inanıram ki, bu belə olacaqdır. Test tapşırıqlarının çətinləşdirildiyi hər imtahan mövsümündə iddia olunur. Bu nə ilə bağlı sizcə? Demək, biz modeli elan eləyirik, tapşırıqları veririk. Hamı bunu oxuya bilər, bizə irad tuta bilərlər. Bu çətindir, bu proqramdan kənardır, bu belə deyil. Heç kim nə dekabrda, nə noyabrda o modelə baxıb bizə bir irad tutmur. Nə üçün yalnız imtahan keçəndən sonra bu ortalığa çıxır? Axı, eyni səviyyədə olan suallardır. Bu sualları biz əvvəlcədən dərc etmişik. Təbii ki, həmin suallar gəlməyibdir da, onun analoqları gəlibdir. Niyə? Çünki kimsə nəsə vədlər verir ki, bu uşağı mən hazırlayacağam və bu uşaq hazır olacaqdır. Kimsə nəsə gözləntilər var imtahanlarla əlaqədar, amma reallıqda bu reallığa əsaslanmayan gözləntilərdir. Və ona görə də demək, bilirsiniz, günahı öz üzərindən kiminsə üstünə atmaq ən əsas odur ki, mən hər şeyi bilirdim, amma imtahan sualları çətin idi. Kimsə deyə bilərmi ki, mən heç nəyi bilmirdim, amma ona görə cavab vermədim. Axı, bunu heç kim öz üzərində götürmür. Çətin olsaydı, onda bəs 600 baldan yuxarı göstərənlərin nəticəsi var. Və bu il misal üçün 600 baldan yuxarı nəticə göstərənlərin sayı təxminən 1000 nəfər artmışdır. Bəs onlar hardandır? Sosial şəbəkələrdə hansısa dalğalar yaratmaq ki, çətin idi suallar. Bu bilirsiniz o adamlardır ki, onlar bizim ətrafımızda belə bir informasiya sərhədi qoyublar ki, biz dediyimiz real informasiya insanlara çatmasın, amma onlar dediyi yalan informasiya demək geçsin, tez çatsın. Bunu bəlkə də burada bizim səhvimiz ondan ibarətdir ki, biz gərək daha aqressiv olaq,
həmin insanlara qarşı, amma o bizim yolumuz deyil. Biz nə var onu deyirik. Mənə maraqlıdır. İmtahanlardan sonra bəzən müəllimlər və şagirdlər iddia eləyirlər ki, suallar məktəb dərsliklərini əhatə eləmir. Məhz bu səbəbdən repetitor yanına üz tutduqlarını dilə gətirirlər. Bu barədə nə deyə bilərsiniz? Bax, qəbul proqramları artıq demək sentyabr, oktyabr ayında çap olunubdur, dərc olunubdur. Bizim saytımızda da var, bizim jurnalımızda da çıxıbdır. Bir adam bu dilinə gətirirmi ki, o qəbul proqramında dərslikdə olmayan mövzu var? Yoxdur. Neçə ay keçib, indi dekabrdır. Niyə indi demirlər? Niyə bunu imtahandan sonra deyirlər? İmtahandan çıxan imtahan sualları, biz özü də bilirsiniz, elmliyi aşkarlığa qurban vermişik. İmtahan suallarını paylayırıq da, kitabçalar gedir hamının əlinə. Və biz eyni zamanda da demək, imtahan nəticələrini hələm dərc etməmişdən əvvəl yazırıq hər bir sualın düzgün cavabını, şablonu, meyarı və göstəririk ki, bu sual bu mövzuya aiddir. Proqramda bu 7-ci sinifdə keçirilir və misal üçün filan səhifədə bununla əlaqədar olan demək bölmə var. Bunu biz çap eləyirik. Heç kim indiyə qədər, təsəvvür edin, belə hal olsaydı, nə qədər bizə qarşı iddialar olardır, məhkəmə iddiaları ki, yox, bu sual yoxdur bu kitabda. Axı, biz bunu çap eləyib ictimaiyyətə təqdim edirik. Açın, oxuyun. Bu yenə də repetitora üz tuturlar ona görə yox ki, biz proqramı çətinləşdiririk ya da dərslikdən kənar veririk. Repetitora üz tuturlar ki, bəlkə bir sehirli demək üsul var. Bəlkə bu repetitor bizə bir sehirli üsulu açacaqdır. Və belə miflər yaradırlar. Hazırda süni intellekt, kompüter elmləri və digər rəqəmsal sahələrə maraq sürətlə artır. Artıq internet dövrüdür deyə bilərik. Bunları nəzərə alaraq 9 və 11-ci sinif buraxılış imtahanlarına informatika fənni əlavə edilə bilərmi? Biz informatika fənnini buraxılış imtahanında yox, qəbul imtahanında birinci qrupda tətbiq etmişik. Hal-hazırda buraxılış imtahanlarına informatika fənninin daxil olmasına biz ehtiyac görmürük. Qəbul imtahanında mən təkrar edirəm ki, bu var. Amma bir şeyə də gileylənəcəm ki, o müəllimlər, o ekspertlər, kim demək döşlərini döyüb deyirdilər ki, siz bu işi başlayın, biz arxanızda dururuq, biz sizə köməklik göstərəcəyik. Çünki biz demək professional müstəvidə bu söhbəti aparanda öz problemlərimiz haqqında deyirdik ki, kifayət qədər müəllim yoxdur ki, kim yazı işlərini yoxlayacaqdır. Kifayət qədər demək mütəxəssis lazımdır ki, bu prosesi biz həyata keçirək. Biri də bizim arxamızda durmadı. Məndə ən çatışmayan ekspertlər elə informatikadandır. Çünki yüksək səviyyəli mütəxəssislər, hərənin öz işi var. Orada ayrı əmək haqqı alır. Mən ekspertə, misal üçün informatika üzrə ekspertə daha yüksək maaş verə bilmərəm. Nəinki kimya üzrə ya da fəndir də. Adi müəllim də kim deyir ki, mən bəli informatika üzrə mütəxəssisəm, gəlib xahiş edirik, baxın, budur Python, bu da bu bizim suallar, gəlin bizlə birgə işləyin. Görürük ki, başlayırlar, sonra onlar da alınmır, çıxıb gedirlər. Güc balı ilə bir 200 də yoxdur, bir 150 nəfər var ki, biz onlarla işləyə bilirik. Bu bizim üçün çox azdır. Başa düşürsünüz? Çox azdır və belə mütəxəssislərin orta demək səviyyədə olan mütəxəssislərin kim ki verdiyimiz maaşa görə gəlib işləyə bilərlər. Yüksək səviyyəli IT ixtisaslarına malik olan insanlar təbii ki, onlar əmək bazarında tamamilə ayrı iş yerlərinə gedirlər və orada da ehtiyac var belə mütəxəssislərə. Buna görə də hələ ki buraxılış imtahanlarında tam şəkildə biz buraxılış imtahanları rəqəmsallaşdırmanı aparmaq fikrindəyik ki, bütün fənlər kağız daşıyıcıda yox, computer based demək imtahanlar olsun. Bax bu mərhələ bu o deməkdir ki, biz rəqəmsallaşmanı apardıq, kütləvi imtahanları kompüter vasitəsilə keçirdik.
qəbul imtahanlarının elektronlaşdırılması prosesi nə zaman həyata keçiriləcək və tətbiq olunacağı təqdirdə müəllimlərin işə qəbul imtahanlarındakı kimi abituriyentlər sonunda öz nəticələri ilə tanış ola biləcəklər? Bu il bu binada 60 bindən çox insan elektron imtahanlarda iştirak edibdi. İndi bu dekabrın bax 5-nə qədər. Bizdə demək qəbul imtahanları 100 min adam ən azı elə vaxt olur 90, 100, bəlkə də biraz çox adam iştirak edir. Bizim üçün çox vacibdir ki, baza olsun. Biz belə bazanı ölkədə var və biz bir il ərzində bunu keçirə bilmərik bu imtahanları ki, hamı bu binaya gəlsin. Demək, bunu ayrı yollarla, regionlarda, sonra demək, Elm Təhsil Nazirliyi ilə birgə layihə çərçivəsində onların olan mərkəzlərində istifadə etməklə biz mərhələ-mərhələ, misal üçün əvvəlcə xarici dildən danışmanı rəqəmsallaşdırmaq, sonra hansısa imtahanları Azərbaycan dili demək, dövlət dili kimi Rus və İngilis bölmələrində olan imtahanları rəqəmsallaşdırmaq. Bu yolla biz gedirik. Və bu imtahanların rəqəmsal şəkilə keçirməyi ən birinci tərəfdarı bizik. Baza olmalıdır. Və bu bazaya əsaslanıb biz təbii ki, bu yolla gedəcəyik. Məlikə xanım, ali məktəblərə qəbul imtahanlarından sonra bəzən kəsilən şagirdlər biz görürük ki, valideynlərin qorxusundan özlərinə qapanırlar. Buradan valideynlərə nə demək istəyərdiniz? E-psixoloq az bizim saytımız var və mən valideynlərə məsləhət görürəm ki, birinci mütləq psixoloqlarla əlaqə saxlasınlar. Hamı elmlə məşğul olmamalıdır. Müəyyən sahələr var ki, o sahələrdə hər bir şəxs demək özünü xoşbəxt hiss etməyəcəkdir. Kimsə özünü ayrı bir sahədə tapa bilər. Kimsə özünü peşədə tapa bilər. Valideynlər bunun üzərində düşünməlidirlər və uşaqlara fərdi yanaşmalıdırlar, onları duymalıdırlar və onların dəyərlərinə də hörmətlə yanaşmalıdırlar. Diqqətli olsunlar, danışsınlar. Uşaqların fikirlərini birgə müzakirə etsinlər. Uşağı dinləməyi bacarsınlar. Sən balacasan, bilmirsən, kəs səsini. Bunu siz də eşidibsiniz uşaqlıqda, mən də eşitmişəm. Başa düşürsünüz? Amma mən də fikirləşmişəm ki, yox, mən öz bildiyimi eləyəcəm. Yəni şəxsiyyət kimi yanaşmağa bacarmalı. Bəlidir. Elm və Təhsil Naziri brifinqlərin birində demişdi ki, yaşı 25-dən yuxarı olan şəxslərin təxminən 60% oxuduğunu başa düşmür. Sizin Dövlət İmtahan Mərkəzinin sədri kimi fikirləriniz maraqlıdır. Sizcə əksəriyyət oxuduğunu qavramır və bu nə ilə bağlıdır? Birinci, mən heç kimin sözünə şərh vermək fikrində deyiləm. Oxuyub anlamağı bacaran şəxs banka gedib hansısa bir müqaviləni imzalayanda və sonra demək haray qaldıranda ki, bank məni aldatdı, mən bunu bilmirdim, mənim evimi əlimdən alırlar. Axı sən bunu oxuyub anlamalıydın ki, sən nəyə imza atırsan? Buna imza atmışdın və həmin o problemləri yaşayan insanlar oxuyub anlamağı bacarmayan insanlardır. Çünki onlar oxumurlar, onlar səsləndirirlər. Bizə irad tuturdular. Siz imtahanda nə mətnlər verirsiniz? Oxuyub anlamaq və biz bu bacarığı yoxlayırıq. Niyə siz dərslikdən mətn vermirsiniz? Bu mətn dərslikdə yoxdur. Oxuyub anlamaq bu demək deyil ki, siz həmişə tanış mətni oxuyacaqsınız. Bilmədiyiniz, görmədiyiniz, rastınıza gələn mətni oxuyub anlamalısınız. Onda sizin bu bacarığınız var. Bəli, bu problemdir. Bu təkcə bizim üçün deyil. Bu müəyyən o nəsillərin, biz danışdıq, Z, alfa nəsillərin müəyyən nəsillərdə bu problemi yaranır. Məlikə xanım, Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platforması sınaq mərhələsində idi. Bu platformanın aqibəti, nəticələri necə oldu? Biz 10 milyonluq Azərbaycana müraciət etdik, xahiş etdik ki,
demək bu imtahanda iştirak etsinlər. Çünki bizə statistik təhlil üçün nəticələr çox vacib idi. 10 milyonluq Azərbaycandan neçə nəfər bizim demək səsimizi eşidib bu imtahanın 4 mərhələsinin hamısını keçdi sizcə? Neçə faiz? 900 nəfər ümumiyyətlə qeydiyyatdan keçdi. Və biz onların kim 4 mərhələdən demək nəticələri əldə etmişdir, onların nəticələrini göndərmişik onlara. Mən onlara dərin minnətdarlığımı bildirirəm. Təbii ki, biz bunu könüllü olaraq istədiyimiz nəticəni əldə edə bitmədik deyə ayrı yollarla bu statistikanı biz əldə etdik. Müəyyən adamları demək xahiş etdik, müəyyən adamlara müraciət etdik, könüllüləri cəlb etdik ki, təhlilləri demək lazım olan rəqəmi biz toplayaq və artıq imtahanı real rejimdə həyata keçirək. Əgər bu gün 17 yaşlı Məleykə Abbaszadə imtahana girsəydi, ona nə məsləhət verərdiniz? Bilirsiniz, mən 17 yaşında çox az məsləhətlərə fikir verirdim. Hesab eləyirdim ki, özüm hər şeyi yaxşı bilirəm. Bir neçə demək adam var idi ki, kimin məsləhəti mənim üçün dəyərlidir. Atam, anam və bir-iki müəllim. Qalan məsləhətləri mən qəbul etmirdim. Mən nə məsləhət verə bilərdim? İndiki bilmirəm qəbul eləyəcəkdir yoxsa yox. Həyatı reallıqla qəbul etmək məsləhət verərdim. İllüziyalara çox uymamaq. Sizi daha çox ciddi və zəhmli bir sədr kimi tanıyırıq. Bəs yaxınlarınıza qarşı da belə ciddisiniz? Ciddi olmaq vacibdir işində. Çünki məsuliyyət həmişə ciddiliyi tələb edir. Zəhmli olmaq da vacibdir. Çünki sən məsuliyyəti öz üzərinə götürürsənsə, insanlar sənə inanmalıdırlar. Yaxınlar, ailə üzvləri və misal üçün dostlarım, uşaqlıq dostlarım, tələbəlik dostlarım, elə belə tanış. Mənə elə gəlir ki, onlar bilirlər ki, mən kifayət qədər yumora qiymət verən və normal bir, heç zaman zəhmli olmamışam belə şəxsi münasibətlərdə. Mən yalnız məsləhət verə bilərəm, soruşsalar. Soruşmasalar da məsləhət verməyəcəm, çünki məsləhət verən də məsuliyyət daşıyır. Heç zaman hətta uşaqların, nəvələrimlə ünsiyyətdə də mən zəhmli olmamışam. Məni hərdən anam rəhmətlik qınayırdı ki, sən nə üçün uşaqların sözünə baxırsan? Niyə sən özün qərar vermirsən? Vaxtın gedir. Deyirəm, belədir və salam. Niyə oturub onlarla müzakirə edirsən? Hətta belə bir sadə suallarda bu paltarı geyəcəksən, yoxsa bu paltarı? Mən izah edirdim ki, bax, soyuqdur. İndi ona görə yay paltarı geymək olmaz, niyə olar, niyə olmaz? Nə edirsən deyir onlarla bu söhbəti eləyib. Deyirəm, bunu geyin və salam. Mənə vacib idir ki, mənim qərarımı qəbul etsinlər. Ona görə də mən bu demək müzakirələri aparırdım. Hətta nəinki yaxınlarımla, hansısa biz qərarı bir müzakirə eləyəndə iclaslarda da mən hamını dinləyirəm. Hər bir işçimin ixtiyarı var. Mən dediyim fikrə öz iradını bildirsin və mən onu heç zaman pis qəbul etməmişəm, həmişə dinləmişəm. Hər bir insandan nə isə öyrənmək olar. Amma qərar qəbul olunandan sonra artıq məsuliyyət sənin üstünə düşür və onu həyata keçirmək, insanları inandırmaq. Mənə elə gəlir ki, mən elə də zəhmli deyiləm. Belə başa düşdüm ki, yaş fərqi olmadan hər kəsin seçimlərini hörmət edirsiniz. Bəli, bəli. Məleykə xanım, sizcə hansı şəxsləri imtahan eləmək olmaz? Olmaz nə deməkdir?
Yəni bu şəxsləri imtahan eləməyə dəyməz. Dəyməz. İnsanı gündə həyat imtahanı çəkir. Hər gün biz imtahan veririk. Hər gün imtahandır. Hər bir addımın imtahandır. Hər bir seçimin. Və o adam ki, deyir ki, yox, mən bunu istəmirdim, məni məcbur elədilər. Yox, mən günahkar deyiləm, mən məcbur olmuşam. Bəli, olur elə hallar ki, kimsə doğrudan da fiziki məcburiyyət olur. Mən bu halları kənara qoyuram. O hallar ki, sənin öz daxili qərarındır. Bu imtahandır. Sən bilmirsən necə qərar qəbul edəsən. Qərar qəbul edəndə də demək sən imtahanı veribsən. Düzgün qərar qəbul edibsənsə. Qərar demişkən, qərar verən insanların ən böyük çətinliyi obyektiv qalmaqdır. Bəs iş mühitində subyektiv davrandığınız situasiyalar olurmu? Təcrübən artdıqca artıq bu subyektiv yanaşmalar aradan götürür. Mən subyektiv nəyi deyirəm? Qayda qanunu pozmaq olmaz və salam, olmaz. Sən qayda qanunu pozmayacaqsan, amma sənə qarşı qayda qanunu pozub hansısa bir əməl törətmək olar. Sən də cavab verməyəcəksən. Çünki sən cavab vermək üçün sən də gərək qayda qanunu pozasan. Sən də onu cavab verməyəcəksən. Bunu sənin zəifliyin kimi sənə qarşı istifadə edə bilərlər. Və buna görə də həmin o manipulyasiyalara uymamaq üçün əsas odur ki, özün özünə xəyanət etməyəsən də. Sənə xəyanət etsinlər, amma sən özün özünə xəyanət etməyəsən. Sonda gənclərə, imtahana hazırlaşan şəxslərə nə demək istəyərdiniz? Oxusunlar, dərk etsinlər. Qərar qəbul etmək üçün daha çox informasiya əldə etsinlər. Elə mənbələrdən informasiya əldə etsinlər ki, onlar doğrudan da real mənbələrdir. Kiminsə sözünə, kiminsə şayəsinə uymasınlar. Bilsinlər ki, onların həyatı onların əlindədir. Onlar verdiyi qərar və bugün işlədiyi vaxt onların gələcəyini qurur. İşləməsən, öz üzərində yeniliklərə açıq olmasan, oxumağı bacarmasan, gələcəyin olmayacaqdır. Gələcəyi bu gün qurursan və bugün sən o gələcəyi quranda da xoşbəxt olmalısan. Ona görə də elə bir sahə seç ki, sənə uyğun olsun. Səni doğrudan da xoşbəxtlik yaparsın. Məlikə xanım, suallarımız bu qədərdir və qeyd edeyim ki, söhbətdən zövq aldım. Vaxt ayırdığınız üçün minnətdaram. Çox sağ olun, mən də sizə minnətdaram.